Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, İmam Əhməd rahiməhullahın Usul-i Sünnə risaləsinin şərhinə davam edirik. Deməli, bu kitabı, bu risaləni biz başlamışdıq 4 il bundan qabaq. 15 ya 16 dərs götürmüşdük. Yarısından çoxsunu götürmüşük və bəzi məsələlər qalıb, ola bilsin 10 dərsə tamamlayarıq inşallah. Bu risalə, qısa olaraq onu deyim ki, İmam Əhmədə nisbət edilən və nisbəti də səhih olan risalədir. Və risalə əqidə məsələlərini ehtiva edən bir risalədir. Təxmini 10-15 səhifə olar. Ümumiyyətlə, qədim dövrlərdə şəri məsələlər aydın olduğuna görə, bidət əhlinin şübhələri çox yaygın olmadığına görə və cəmaət alimlərin muradını, yəni nəyi qəsd etdiklərini yaxşı bildiklərinə görə, ona görə alimlər şəri məsələləri çox geniş, təfsilatlı yazmırdılar. Adətən yazılan risalələr qısa, müxtəsər olurdu. Və bununla kifayətlənirdilər və doğrudan da bu cəmaatı kifayət edirdi. Və burada İmam Ali radiyallahu anhunun sözü yada düşür. Deyir ki, elm bir nöqtə idi, cahillər onu böyütdülər. Yəni, cahillərin, bidət əhlinin şübhələri ilə xırda olan məsələlər başladı böyüməyə. İmam Əhməd rahiməhullah burada 19-cu qayda olaraq deyir ki, vəl-iman bi'azabil qabr. Həmçinin əhl-i sünnənin usullarından, əqidə əsaslarından birisi də qəbir əzabına iman etməkdir. Və nə üçün deyilib ki, azabul qabr, yəni qəbir əzabı? Çünki insanların əksəriyyəti dəfin olunduğuna görə. İnsanların əksəriyyəti dəfin olunduğuna görə deyilib ki, qəbir əzabı. Yoxsa bu o demək deyil ki, kiminsə cəsədini yırtıcı heyvan yesə və ya yanıb kül olsa, yəni onu bastırmasalar, onun üçün əzab və ya nemət olmayacaq. Aydındır. Bu sadəcə olaraq çoxluq belə olduğuna görə, əksər insanlar dəfin edildiyinə görə deyilib ki, azabul qabr, qəbir əzabı. Bu birinci məsələ. Və ikinci məsələ, nə üçün ümumiyyətlə kitablarda bu məsələ qeyd ediləndə deyilir ki, azabul qabr, qəbir əzabı. Axı biz bilirik, qəbir əzabı ilə yanaşı həm də qəbir nemətləri var. Səbəblərdən birisi və ən əsası budur ki, çünki insanlar içərisində qəbir əzabına mübtəla olanlar qəbir nemətinə layiq olanlardan çox olur. Aydındır. Ona görə bu çoxluğa əsasən deyilib ki, azabul qabr, qəbir əzabı. Və qəbir əzabı Quran, sünnə ilə və icma ilə sabit olan bir məsələdir. Və İmam Əhmədin bu məsələni bu risaləsində qeyd etməsinə səbəb nədir? Çünki öz zamanında bidət əhlindən bəziləri, məsələn, cəhmilər, mu'təzilə qəbir əzabını inkar edirdilər. Düzdür, mu'təzilə firqəsi ümumiyyətlə qəbir əzabını isbat etmək məsələsində tərəddüddədirlər. Onlardan bəziləri isbat etsə də əhl-i sünnənin isbat etdiyi kimi isbat etməyib. Və mütəqaddim cəhmilər tamamilə inkar ediblər. Və bəzi bidət firqələri qəbir əzabını inkar etdiklərinə görə əhl-i sünnə alimləri başlayıblar bu məsələni öz kitablarında qeyd etməyə. Yəni, bunun səbəbi budur. Və əhl-i sünnənin icması ilə bu sabitdir. Yəni, əhl-i sünnə alimləri qəbir əzabının sabit olmasında icma ediblər.
Həmçinin Quran və sünnət dəlilləri də buna dəlalət edir. Allah subhanahu və teala buyurur ki, Fironun əhli barədə, əhl-i Firavun, yəni Fironun əhli, Ən-nəru yu'raduna aleyhə quduvan və aşiyyə. Cəhənnəm odu gecə-gündüz onlara ərz edilər. Cəhənnəm odu gecə-gündüz onlara ərz edilər. Yəni, ayənin bu qismindən başa düşülən nədir? Yəni, ayənin davamını oxumasaq. Elə başa düşülür ki, söhbət cəhənnəm əzabından gedir. Yəni, cəhənnəmdə Firon və Fironun ordusu, əhli gecə-gündüz əzaba məruz qalacaq. Amma ayənin davamına bax. Və yevmə təqumus sa'a, qiyamət günü isə onlara deyiləcək ki, ədxilu ələ Firavunə əşəddəl azab. Firon əhlini, Fironu, onun dəstəsini daha şiddətli əzaba atın. Qiyamət günü. Deməli, ayənin birinci qismində qeyd edilən cəhənnəm əzabı deyil. Aydındır? Bu qəbir əzabıdır. Və Quranda qəbir əzabını isbat edən əsas dəlillərdəndir. Və ayət açıq aydındır. Və həmçinin dəlillərdən birisi Allah Azza və Cəllənin bu ayəsidir. وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُوا أَيْدِيهِمْ أَخْرِجُوا أَنفُسَكُمْ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ. Kaş sən zalimların ölüm içində çırpındıqlarını görəydin. O zaman ki, mələklər əllərini onlara tərəf uzadaraq canlarınızı çıxarın deyəcəklər. وَالْمَلَائِكَةُ بَاسِطُوا أَيْدِيهِمْ أَخْرِجُوا أَنفُسَكُمْ. Deməli, söhbət nədən gedir burada? Mələklərin, zalimların canlarını almaları anından gedir. O kəslər ki, Allah Azza və Cəllə barədə bilmədikləri şeyləri danışırdılar. Yəquluna aləllahi bi qeyril haqq. Allah Azza və Cəllə barədə elimsizcəsinə danışırdılar və onun ayələrini inkar edirdilər. Allah Azza və Cəllə bu zalimlardan danışır. Hansı ki, Rasuluna xitabən deyir ki, وَلَوْ تَرَى, kaş onların bu halını sən görəydin. Və mələklər əllərini onlara uzadıb, əxricu ənfusakum, canlarınızı çıxarın, yəni ölüm mələyindən söhbət gedir. Deyəndə, görün onları nə vəd edir? Deyir ki, əl-yevmə tuczəvnə əzəbəl-hun. Bugün sizi şiddətli əzab gözləyir. Allah barədə bilmədiklərinizi danışdığınıza və onun ayələrini inkar etdiyinizə görə. Və buradakı əl-yevmə tuczəvnə əzəbəl-hun kəlməsi ki var, qəbir əzabının dəlilidir. Niyə? Çünki mələklər qiyamət günündən danışmırlar. Nədən danışırlar? Əl-yevm, bugün. Yəni həmin zalimların öldükləri gün. Və bu da Quranda qəbir əzabının dəlillərindən. Amma sünnəyə gəldikdə, sünnədə qəbir əzabına dəlalət edən dəlillər mutavatirdir. Yəni çox saylı sənədlərlə sabit olub. Qəbir əzabı. Və onlardan birisi də Samura İbn Cündəb radiyallahu anhunun rəvayət etdiyi uzun hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün əshabına deyir ki, sizdən kimsə bu gün, bu gecə yuxu görübmü? Sübh namazından sonra. Allah Rasulunun adəti idi. Çox vaxt belə edirdi. Əshabından soruşurdu ki, bu axşam sizdən kim, yəni qəribə bir yuxu görüb, sahabə yuxusunu nəql edəndə Allah Rasulu həmin yuxunu yozardı. Və heç kəs dillənməyəndə bəzən Allah Rasulu özü gördüyü yuxunu əshabına nəql edərdi. Və Samura İbn Cündəb radiyallahu anhu deyir ki, bir gün sübh namazından sonra Peyğəmbər sallallahu aleyhi və səlləm axşam gördüyü bir yuxusunu bizə nəql etdi. Və həmin yuxuda qeyd edilir ki, 2 nəfər və sonra hədisin axırında deyilir ki, həmin 2 nəfər Cəbrail və Mikail idi. Peyğəmbər sallallahu aleyhi və səlləmi gəlib götürürlər və deyirlər ki, yəni
yola düş. Və gedirlər, qabaqlarına bir nəfər çıxır, bir nəfər yerdə uzanıb və biri də başının üstündə. Əlində daş ilə üzünün bir tərəfini yarır. Böyük bir daş ilə. Və daş əlindən düşüb, dığırlanıb gedir. Gedir onu götürür ki, gəlib üzünün o biri tərəfini yarsın. Bunu edəndə o biri tərəf düzəlir və bu cür əzab davam edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm təəccübündən deyir ki, Subhanallah. Və Cəbrail və Mikail Allah Rasuluna əmr edir ki, yola düş. Və Allah Rasul deyir ki, və mən də yola düşdüm. Və biraz gedəndən sonra bir nəfər gördüm, ağzının yan tərəfi və bir də burun deşiyindən qarmaq ilə tutub, ta başının arxasınacan dartırdılar. Bir tərəfi. Sonra o biri tərəfi edirdilər. O biri tərəfi edəndə bu biri tərəf düzəlirdi və bu cür əzab davam edirdi. Və beləcə biraz gedəndən sonra Allah Rasulü bir göl görür. Göldə biri üzür. Sahilə yaxınlaşanda sahildə də biri durub daşlarla ağzını doldurur. Və xülasə hədisin sonunda Allah Rasulü o gördüyü, yəni yuxuda gördüyü kəslərin nə üçün belə əzablara məruz qaldığını əshabına bildirəndə o birinci insan ki var idi, başının üstündə biri daş ilə başını əzirdi. O kəs idi ki, Allah Azza və Cəllə ona Qur'anı öyrətmişdi və yəni yatanda, sinəsində, zehnində Qur'anla yatan, amma səhər duranda onunla əməl etməyən kəs idi. Və ağzının, burnunun cırıldığı kəs, o kəs idi ki, o yalana vərdiş edən və bunu hər yana yayan. Və göldə ağzına, qarnına daş doldurulan kəs isə bu dünyada riba ilə, sələm ilə qarnını doyuzduran kəs idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, təbii ki, Allah Rasulunun yuxusu, Peyğəmbərlərin yuxuları vəhidir, haqdır. Və Allah Rasulunun bu yuxunu əshabına nəql etməsi özü artıq qövlü sünnədir. Aydındır. Ola bilərdi ki, Allah Rasulü bunu yuxuda görməyəydi. Allah Azza və Cəllə ona bütün bunları ilham edərdi. Və Allahdan ona ilham olunanları Allah Rasulü əshabına bildirərdi. Düzdür? Çünki vəhyin növlərindən birisi nədir? İlham. Vəhyin növlərindən birisi nədir? Yuxu. Peyğəmbərlərin yuxusu sadiqdir və o da vəhyin növlərindəndir. Və Allah Rasulü bildirir ki, bu o kəslərin qəbir əzabı idi. Cəhənnəm əzabı deyildi. Və Ayşə radiyallahu anhə, möminlərin anası deyir ki, Allah Rasulü bu yuxunu görəndən sonra hər namazında 4 şeydən Allaha sığınmağa başladı. Allahumma inni a'udhu bika minəl azabi cəhənnəm və min azabil qabr və min fitnətil mahya vəl məmət və min şərri fitnətil məsihid dəccal. Məhz bu yuxunu görəndən sonra olur bu. Ümumiyyətlə, fayda üçün bir şey qeyd edeyim qısa olaraq. Yəni, namaz, hansı ki, indi biz onu qılırıq, bu forması ilə İslamın əvvəlində tam bu formada deyildi. Aydındır. Və yavaş-yavaş, vaxt keçə-keçə namaz təkmilləşdi. Məsələn, İslamın ilk dönəmlərində təşəhhüddə yalnız ət-təhiyyatı oxuyurdular və buna kifayətlənirdilər. Sonra Əhzab surəsindəki ayə nazil olandan sonra Allahumma salli ala Muhammed salavat duası da əlavə edildi və bu hadisədən sonra namaza 4 şeydən Allaha sığınmaq əlavə edildi. Yəni, o bu hadisədən sonra oldu. Hətta bir müddət keçəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm əshabına əmr edir ki, salamlardan qabaq namazda 4 şeydən Allaha sığınsınlar. Hətta bir hədisdə Allah Rasulü buyurur ki, 4 şeydən Allaha sığındın mı, sonra istədiyin duanı et. Ona görə bəzi alimlər namazın sonunda bu 4 şeydən Allaha sığınmağı bu hədisə görə vacib görüblər.
Deyiblər ki, çünki Allah Rasulü 4 şeydən və onlardan da bir nədir? Qəbir əzabı, cəhənnəm əzabı, Allaha sığınmağı ümmətinə əmr edib. Və ixtiyari duanı o 4 şeydən Allaha sığınmaqdan sonraya salıb. Deyib ki, 4 şeydən Allaha sığının, əmr edib və sonra buyurub ki, bundan sonra istədiyiniz duanı edin. Yəni, bunu ixtiyarı etməyib. Və həmçinin qəbir əzabının dəlillərindən birisi də bu hədisdir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm bir gün 2 qəbrin yanından keçir və əshabına deyir ki, bu qəbirlərin sahibləri əzab olunurlar. Lakin böyük şeyə görə yox. Onlardan birisi kiçik su başına çıxarkən qorunmayan kəs, ikincisi də nəmmam. Və həmçinin qəbir əzabının dəlillərindən bayaq qeyd edilədiyim hədis. Hansı ki, o duanı daima namazda oxuyuruq. Allahumma inni a'udhu bika min azabi cəhənnəm və min azabil qabr. Cəhənnəmdən və qəbir əzabından. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əstəciru billah min azabil qabr. Fə innə azabil qabr haqq. Yəni, qəbir əzabından Allaha sığının, çünki qəbir əzabı haqdır. Və qəbir əzabı 2 növ olur. Onlardan birincisi daimi, biri də müvəqqəti. Yəni, biz deyəndə ki, qəbir əzabı haqdır, qəbir əzabına iman edirik, bilməliyik ki, qəbir əzabı 2 növdür. Birinci növ, daimi olan qəbir əzabı. Bu kimlərə xasdır? Kafirlərə və münafiqlərə. Elə dəlillərindən birisi bayaq oxuduğum ayə. Ən-nâru yu'radûna aleyhə ğuduvvən və aşiyyə. Cəhənnəm odu onlara gecə-gündüz ərz edilir. Və qiyamət günü isə onlara belə-belə deyiləcək. Yəni, qiyamət gününəcən qəbirlərində gecə-gündüz cəhənnəm odu onlara ərz edilər. Bu ayə dəlildir və başqa dəlillər də var qəbir əzabının birinci növünə. Yəni, daimi olan qəbir əzabı. Yəni, insan vəfat edəndən dirilənəcən olacaq qəbir əzabı, hansı ki, bu kafirlər haqqındadır və bir də münafiqlər haqqında. Və qəbir əzabının ikinci növü müvəqqəti olan qəbir əzabıdır. Bu da istər bu ümmətdən və istərsə də bizdən qabaqki ümmətlərdən vəfat edən, lakin mömin, müsəlman olan, Allaha iman edən, lakin asilikləri olan insanlar barəsində olan qəbir əzabıdır. Və onun dəlillərindən birisi də elə bayaq zikr etdiyim hədis ki var idi. Allah Rasulü 2 qəbrin yanından keçir və o qəbir əhlinin əzab olunduğunu qeyd edir. Və sonra bir ağac yarpağını götürür, bölür 2 hissəyə, yaşıl, təzə ağac yarpağı və birini qoyur bir qəbirin üstünə və bir hissəsini qoyur bir qəbirin üstünə və deyir ki, ümid edirəm ki, bu yarpaq çürüyənə qədər, çürüyənəcən onların əzabları xəfifləyəcək. Yəni, bu dəlildir ki, qəbir əzabı müvəqqəti ola bilər, xəfifləyə bilər, azala bilər və ya dayana bilər. Bəziləri bu hədisdən dəlil götürüblər ki, deməli, qəbir üstünə gül qoymaq olar və s. Sadəcə olaraq alimlər qeyd ediblər ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmə xasdır. Bu əməl Allah Rasuluna xasdır. Çünki Allah Rasulü bilirdi ki, onlara əzab edilir və həmçinin Allah Rasulundan sonra heç bir sahabə belə əməl etməyib. Və burada da fayda var ki, biz Quran və sünnəni öz başına yox, sələfin fəhmi ilə götürürük. Sələfin əməli ilə götürürük. Aydındır. Ona görə sələfdən heç kəs belə əməl etməyib. Doğrusunu Allah bilir. Həmçinin insanlar, yəni alimlər ixtilaf ediblər ki, firqələr ümumiyyətlə ixtilaf ediblər ki, qəbir əzabı təkcə ruha olur, yoxsa bədənə, yoxsa ruh, cisim bir yerdə. Bəzilər deyiblər ki, məsələn İbn Həzm, Allah onu bağışlasın, deyib ki, qəbir əzabı yalnız ruhu olur, cismi olmur. Qəbir əzabını yalnız ruh hiss edir.
Və bəzilər deyiblər ki, qəbir əzabını həm ruh, həm də cisim bir yerdə hiss edir, ta ki o cəsəd çürüyənə qədər, o müddətə qədər. Ondan sonra qəbir əzabını yalnız ruh hiss edir və doğru olan həmçinin əhl-i sünnənin rəyi də budur ki, bu məsələdə qəbir əzabını ruh və cəsəd bir yerdə hiss edir. Fərqi yoxdur. O cəsəd paramparça olsa da, o cəsəd yanıb kül olsa da heç nə dəyişmir. Çünki bu qeybi bir məsələdir. Məsələn, qəbir əzabını inkar edənlər nə deyirlər? Deyirlər ki, biz qəbiri açdıq, orada heç nə görmədik. Yəni, bu qeybi olan bir məsələni müqayisə edir nə ilə? Müşahidə aləmi ilə. Bu batil qiyasdır. Hətta subhanallah, yuxu qəbir əzabının dəlillərindən ola bilər. Və bəzi alimlər dəlil olaraq zikr ediblər. Məsələn, görürsən ki, insan yatıb, ola bilsin, yuxuda elə əzablı yuxular görə bilər ki, o yuxunun təsirindən o insan tərliyə bilər, narahat ola bilər, ürək döyüntüləri çoxala bilər, düzdürmü? Vəziyyəti pisləşə bilər, qorxusundan oyana bilər. Yəni, o yuxuda əzab çəkə bilər, amma onun yanında oturan, duran baxır və onun çəkdiyi əzabdan heç nə görmür. Halbuki yuxuda gördüyü o yuxunun təsirini hətta bədəni hiss edir. Ona görə bayaq dediyim tərləməsi, ürək döyüntülərinin çoxalması, birdən oyanması aydındır. Amma qıraqdan baxan heç nə görmür. Hələ bu dünyada belədir. Yəni, müşahidə aləmində gördüyümüz belədirsə, qeyb aləmi necə? Və həmçinin nas ilə, yəni hədislərlə varid olub ki, ölüm mələyi ölənin ruhunu səmaya qaldırandan sonra hədisdə qeyd edilir ki, və sonra həmin ruh cəsədə qaytarılar. Bu hədisdə qeyd edilib. Aydındır. Ona görə doğru olan budur ki, qəbir əzabı ruh və cəsəd bir yerdə bunu hiss edir. Və ümumiyyətlə, ruh ilə bədənin bir-biri ilə əlaqəsi 5 növdür. Onlardan birincisi ana bətnində olan əlaqəsidir. Hansı ki, uşağa ruh veriləndən sonra. Və bu əlaqə çox zəif bir əlaqədir. Və ikinci əlaqəsi insan dünyaya gələndən sonra. Ruh ilə bədənin əlaqəsi. Və bu əlaqədə üstünlük ruhdadır, yoxsa bədəndə? Üstünlük bədəndədir. Və üçüncüsü, o da bu dünyaya xasdır, amma ayrıca bir növ kimi qeyd edilib, o da ruh ilə bədənin yuxuda olan əlaqəsi. Yəni, ruh ilə bədənin yuxuda olan, insan yatarkən, həmin vəziyyətdə olan əlaqəsi oyaq ikən olan əlaqəsi kimi deyil. Ona görə Allah Azza və Cəllə bunları bir-birindən ayırır. Buyurur ki, Allahu yetəvaffəl ənfus hinə mevtihə vəlləti ləm təmut fi mənəmihə. Allah Azza və Cəllə ölənin ruhunu, canını ölərkən ölməyənin isə yuxuda alar. Ayə fikir verin. Allah Azza və Cəllə bu ayədə bəyan edir ki, həm ölənin, həm də yuxuda olanın ruhu onun cəsədindən ayrılır. Həm yuxuda olanın, həm də ölənin ruhu onun cəsədindən ayrılır. Lakin ölənin ruhunun cəsədindən ayrılmasıyla yatan kəsin ruhunun cəsədindən ayrılması eyni deyil. Yəni, keyfiyyət olaraq eyni deyil. Amma necədir? Allah bilir. Ona görə ayənin davamında Allah Azza və Cəllə buyurur ki, فَيُمْسِكُ الَّتِي قَضَى عَلَيْهَا الْمَوْتِ وَيُرْسِلُ الْأُخْرَى إِلَى أَجَلٍ مُسَمَّى. Artıq ölüm hökmü verilmiş kəsin ruhunu
Allah azza və cəllə qəbz edər, tutar. Digərinkinin isə, yəni yatanın ruhunu isə müvəqqəti buraxar, tərk edər. Aydındır. Və dördüncüsü isə ruh ilə bədənin əlaqəsi, o da bərzaq həyatında, yəni qəbir aləmində olan əlaqədir. Və bərzaq həyatında ruhun qüvvəsi daha çoxdur, yoxsa bədənin, ruhun. Yəni, sanki bərzaq həyatı dünya həyatının tam əksidir. Və bir də beşincisi, o da axirət həyatıdır. Axirət həyatında ruh ilə bədənin əlaqəsi, bu ən kamil olan əlaqədir. Həm cəsəd baxımından, həm də ki, ruh baxımından. Yenə də təkrar edirəm, dünya həyatında bədənin ruha qarşı üstünlüyü var, bərzaq həyatında isə tam əksinədir. Elə buna görə bəzilər deyib ki, bu ruhun üstünlüyünə görə bəzilər deyib ki, qəbir əzabı yalnız ruha edilir, cəsədə yox. Amma doğru olan budur ki, qəbir əzabını cəsəd, ruh bir yerdə hiss edir, yaşayır onu. Və axirət həyatında isə cəsədlə, cisimlə, ruhun əlaqəsi ən kamil olan əlaqədir. Həm bədən baxımından, həm də ki, ruh baxımından. Ona görə sələflərdən belə bir nəqil varid olub. Cəsəd ilə ruhun bir-biri ilə mübahisəsi. Yəni, cəsəd ruhu qınıyır, ruh da cəsədi etdikləri asiliklərə görə. Və sonra, təbii ki, bunu sələflər məsəl olaraq qeyd ediblər, sələflərin bəzilərindən nəql olunub bu, misal olaraq o məsələni izah etmək baxımından. Və cəsədlə ruh gəlirlər bir mələyin yanına ki, mələk bunların arasında hökm versin. Kimdir günahkar? Yəni, kimin vəbalı daha çoxdur, təqsiri daha çoxdur və mələk onlara kör kəs ilə şikəstin misalını verir. Deyir, sizin misalınız bir meyvəli bağa girən iki nəfərin misalına oxşuyur. Biri yürüyə bilmir, gözü görür. Biri yürüyə bilir, gözü görmür. Gözü görən deyir ki, bu bağın meyvələri nə gözəldir. O kör görmür və görən də yürüyə bilmir. Deyir ki, yürüyə bilsəydim, onlardan dadardıq. Kör deyir ki, mən sənə kömək edərəm, sən mənim gözüm olarsan, mən də sənin ayağın. Bir yerdə gedərik, götürərsən, yiyərik. Yəni, cəsədlə ruhun halı budur. Aydındır və bir-birləri ilə güclü əlaqəsi var. Ona görə bizim elə nəfs dediyimiz şey ki var, bəzi alimlər qeyd ediblər ki, o elə ruhun özüdür. İnsanın öz varlığıdır. Və sonra İmam Əhməd rahiməhullah buyurur ki, وَأَنَّ هَذِهِ الْأُمَّةِ تُفْتَنُ فِي قُبُورِهَا وَتُسْأَلْ عَنِ الْإِيمَانِ وَالْإِسْلَامِ مَنْ رَبُّهُ وَمَنْ نَبِيُّهُ وَيَأْتِيهِ مُنْكَرْ وَنَكِيرٌ كَيْفَ شَاءَ اللَّهُ عَزَّ وَجَلَّ وَكَيْفَ أَرَادَ وَالْإِيمَانُ بِهِ وَالتَّصْدِيقُ بِهِ. Bu ümmət öz qəbirlərində imtihana çəkiləcəklər. Və onlardan iman barədə, İslam barədə soruşulacaq və deyiləcək ki, Rəbbin kimdir, Peyğəmbərin kimdir və onlara Münkər və Nəkir adında iki mələk gələcək. Keyfə şə'allahu azza və cəll və keyfə ərad. Allah azza və cəllənin istədiyi, murad etdiyi şəkildə, Allahın istədiyi kimi və Allahın istədiyi keyfiyyətdə və bütün bunlara iman etmək və bütün bunları təsdiqləmək bizə vacibdir. Və İmam Əhməd burada ikinci bir məsələyə toxunur, o da fitnətül qabr, qəbir fitnəsi. Və burada fitnə deyəndə nə nəzərdə tutulur? Yəni, qəbir imtihanı, qəbirdə olan sorğu-sual. Və fikir versəz, İmam Əhməd burada qeyd edir ki, وَأَنَّ هَذِهِ الْأُمَّةِ
tuftan fi quburiha. Bu ümmət öz qəbirlərində imtahan olunacaq. Bu özü ixtilaflı bir məsələdir. Hətta əhl-sünnə alimləri içərisində. İxtilaf bundan ibarətdir ki, ümumiyyətlə qəbir imtahanı, qəbirdə olan bu sorğu-sual ki var, Rəbbin kimdir, Peyğəmbərin və dinin, bu ümmətə xasdır, yoxsa bütün ümmətlərə? Bəzi alimlər deyiblər ki, bu bütün ümmətlərə xasdır. Və bəzi alimlər deyiblər ki, yox, bu məhz bu ümmətdən olanlara xasdır. Bu ümmətdən olan möminlər, münafiqlər və s. Və zahirən belə görünür ki, İmam Əhməd rahiməhullah da bu rəydə olanlardandır. Çünki belə də qeyd edir. Deyir ki, bu ümmət qəbirlərində imtihana çəkiləcəklər. Və onu da qeyd edim ki, yadımdan çıxmamış, qəbir imtihanı ilə qəbir sıxıntısı arasında fərq var. Yəni, burada üç şey var. Biri var, qəbir sıxıntısı sırasıyla qeyd etsək. Birinci gəlir qəbir sıxıntısı, yəni daxtatul qabr. Sonra gəlir fitnətul qabr, qəbir imtihanı və sonra gəlir azabul qabr, qəbir əzabı. Yəni, qəbir əzabı ilə qəbir fitnəsi arasında fərq olduğu kimi, qəbir fitnəsi ilə qəbir sıxıntısı arasında da fərq var. Fərq budur ki, qəbir sıxıntısı hər kəsə aiddir. Amma qəbir əzabı belə deyil. Qəbir sıxıntısı hətta Allahın dostları, sıddıqlar, möminlər, onlar belə qəbir sıxıntısını çəkəcəklər. Yəni, heç kəs qəbir sıxıntısından azad olmayacaq. Və qəbir sıxıntısı nədir? Bu, Allah Azza və Cəllənin hikmətinə bağlıdır. Çünki bizim etiqada görə Allah Azza və Cəllənin feilləri bir hikmətə bağlıdır. Səbəbsiz deyil. İnsanı ki, qəbirə qoyanda qəbir bir anlıq onu sıxacaq. Və o artıq hiss edəcək, biləcək ki, bu qəbirdədir. Artıq sıxıntı, imtihan, məşəqqət başlayır. Sadəcə olaraq, mömin üçün olan qəbir sıxıntısı ilə kafirin yaşadığı qəbir sıxıntısı arasında fərq var. Kafir üçün olan qəbir sıxıntısı əzabın bir növüdür. Möminin yaşayacağı qəbir sıxıntısı isə onun üçün kəfarədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Sa'd ibn Muaz radiyallahu anhu vəfat edəndə Cəbrail gəlir və Allah Rasulü onun vəfat etdiyini bilmir. Cəbrail deyir ki, ey Allahın Rasulü, ümmətindən bugün, bu gecə kim vəfat edib ki, onun ruhunun səmaya yüksəlməsi ilə Allahın ərşi titrədi. Və Sa'd xəstə idi və Peyğəmbər sallallahu aleyhi və səlləm həmən gedir ora və bilir ki, görür ki, Sa'd radiyallahu anhu vəfat edib. Və hətta sahabələr deyir ki, biz onu daşıyanda cənazəsini, çünki Sa'd kök sahabə olub, heç bir ağırlıq hiss etmirdik. Və bunu Allah Rasuluna deyəndə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, və siz bilmirsiniz ki, onun cənazəsini daşımaqda sizinlə yarışanlar var. Hətta Sa'd vəfat edəndə anası onun üçün ağı deyir, yəni tərif deyir. Ömər radiyallahu anhu qadağan edəndə Allah Rasul deyir ki, ya Ömər, hər kəsin ağısında yalan var, Sa'd bundan müstəsnadır. Yəni, belə bir sahabə idi. Və Allah Rasuluna vəfatı ən çox təsir edən sahabələrdən idi. Və ruhunun ərşə yüksəlməsi ilə Rahmanın ərşi titrəmişdi. Belə bir sahabə barədə Allah Rasulü buyurur ki, heç şübhəsiz ki, qəbir sıxıntısı haqdır. Və heç kəs bu sıxıntıdan qurtulmayacaq. Əgər qəbir sıxıntısından qurtulsaydı, Sa'd qurtulardı. Yəni, o belə qurtulmayacaq bu sıxıntıdan. Və bu məsələnin dəlillərindən ki, qəbir sıxıntısı mömin, kafir, müsəlman, Allahın dostu hər kəsə aiddir. Qəbir sıxıntısı. Qəbirə qoyulan kəs hiss edir ki, artıq o qəbirdədir. Qəbir onu ilk anda sıxır. Yenə də deyirəm, fərqi yoxdur. Onu bastırıblar, ya yandırıb külünü dənizə, havaya sovurublar. Heç nə dəyişmir. Allah qatında, qeyb aləmində. Hökm eynidir. Və bu
məhz qəbir sıxıntısı ilə qəbirdə olan sorğu-sual, həmçinin qəbir azabı arasında olan fərqdir. Və tus'alu anil iman vəl İslam. Ondan soruşulacaq iman barədə, İslam barədə və Rəbbin kimdir, Peyğəmbərin kimdir və dinin nədir? Belə baxanda suallar asan suallardır. Lakin Allah Subhanahu və Teala'nın sabit etdiklərindən başqası bu suallara cavab verə bilməyəcək. Ona görə insan bu dünyada necə yaşayacaqsa, qəbirdəki və axirətdəki halı da ona uyğun olacaq. Hətta münafiqə bu sual veriləndə, münafiq nə deyəcək? Deyəcək ki, hə, lə ədri, bilmirəm. Yəni, hıqqıldayıb qalacaq. Və hətta bir rəvayətdə gəlir ki, deyəcək ki, mən eşidirdim, insanlar nəsə deyir və mən də onu deyirdim. Və nə üçün bu mələklər, yəni qəbirdə bu sorğu sualları verən mələklər Munkər və Nəkir adlanıb. Munkər və Nəkir sözünün mənası və bu da sünnədə varid olub, bu mələklərin adları. Və İmam Əhməd də bunu təsdiq edir ki, və yətihi Munkər və Nəkir keyfə şə Allah Azza və Cəl. Allah Azza və Cəllənin istədiyi formada və keyfə ərad, istədiyi şəkildə Munkər və Nəkir mələkləri gələcək. Bəzi alimlər Munkəri Munkir kəsrə ilə qeyd ediblər, ismi fail vəzində. Doğru olan bu deyil. Doğru olan budur ki, həmin mələyin adı Munkərdir. Munkər və Nəkir, yəni məlum olmayan, bilinməyən. Çünki insan dəfn ediləndən sonra, yəni demək olar ki, onun ilk gördüyü Munkər və Nəkir olacaq, qəbrə qoyulandan sonra. Və bu iki mələk, yəni qatı, göy, tünd, göy rəngində olan mələklərdir. Və bu da sünnədə varid olub. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, meyyit qəbrə qoyulanda onun yanına tünd, göy rəngində iki mələk gələr və onu otusturarlar. Və onlardan birinin adı Munkərdir və digərinin adı Nəkir. Və bunlara iman etmək və bunları təsdiqləmək bizə vacibdir. Və həmçinin burada bir şey də qeyd edeyim. Ümumiyyətlə bu mövzu ilə əlaqəli yəni çox məsələlər var. Lakin bu məsələlər ixtilaflı məsələlər olduğuna görə o məsələlərə çox girmirəm. Həmçinin qeybi məsələlər olduğuna görə. Yəni məsələn, alimlər bəzi məsələləri müzakirə ediblər ki, ümumiyyətlə bu dünyada üzərindən qələm götürülən kəslər, məsələn uşaqlar, həmçinin dəli olanlar, qəbirdə sorğu-suala məruz qalacaqlar, qəbir əzabı onlar üçün olacaq ya olmayacaq. Bəzi alimlər təsdiq ediblər, bəziləri inkar ediblər və hər iki dəstənin də özünə xas dəlilləri var. Və təbii ki, sünnədə buna zahir, açıq dəlillər yoxdur. Sadəcə olaraq bəzi sahabələrdən, Abu Hureyra radiyallahu anhu da onlardandır, varid olub ki, yəni həmin sahabə buluq yaşına çatmayan bir uşağın cənazə namazında dua edərkən, dua edir ki, Allahım onu qəbir əzabından qoru. Bəzi alimlər bu əsərə istinad edərək qeyd ediblər ki, deməli, qəbir əzabı onlar üçün olacaq. Çünki Allah Azza və Cəllə onların yəni, əgər yaşasaydılar, nə halda olacaqdılar, bunu bilirdi və qiyamət gündə onlar imtihan olunacaqlar. Yəni, bu dünyada məsələn, ağılları olsaydı, onlar necə əməl edəcəkdilər? Allah Azza və Cəllə bunu bilirdi və bilirsiniz ki, qiyamət günü onlar imtihan olunacaq. Allah Azza və Cəllə onlara bir rəsul göndərəcək və onları imtihan edəcək. Və bu cür bilinəcək kim cənnətlidir və kim cəhənnəmlik. Və bəzi alimlər bunun əksini deyiblər. Hər bir halda bu qövüllər əhl-i-sünnə alimlərinin qövüllərdir. Və bizə vacib olan, ümumiyyətlə qeybi məsələlərdə Quran və sünnədə varid olan şeyləri təsdiqləməkdir. Həmçinin fayda olaraq da onu son olaraq qeyd edim ki, ümumiyyətlə mələklərə
iman nəyə ihtiva edir? Quran və sünnədə mələklərin vəsfi ilə əlaqəli nə varid olubsa, həmçinin adları ilə əlaqəli nə varid olubsa, onlara da iman etmək vacibdir. Bunu da qeyd elədim məhz münkər və nəkir mələkləri üçün. Yəni bu sünnədə, səhih sünnədə varid olub, yəni bu mələklərin adlarına, onların münkər və nəkir adlanmasına və onların vəzifəsinin nə olduğuna biz iman edirik və etiqad edirik ki, bütün bunlar haqdır və bütün bunları təsdiqləyirik. Doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.